Hər vaxtınız xeyir. Bu gün düzənliklərdən danışırıq. Düzənliklər bölməsinə baxaq. Düzənliklər yer səthinin nisbətən hamar sahələri adlanır. Düzənliklər daha çox platformalarda olsa da, geosignalda da düzənliklərə rast gəlinir. Birazdan bu geosignalda yerləşən düzənliklər haqqında məlumat verəcəm. Ümumiyyətlə düzənliklər mənşəyinə görə iki qrupa bölünür. Denudasyon düzənliklər və akkumulyativ düzənliklər və yaxud da akkumulyasiya düzənlikləri. Denudasyon düzənliklərin mənası çılpaqlaşma deməkdir. Yəni belə düzənliklər əsasən dağlıq ərazilərdə süxurların aşınıb parçalanması, dağılması və çökək yerlərə aparılması nəticəsində yaranır. Onlara əsasən qədim kristallik süxurlardan ibarət olan yüksək ərazilərdə yaranan yaylalar aiddir. Belə yaylalara Qərbi Avstraliya, Braziliya, Dekan, Orta Sibir, Qobi, Kolorado və sair yaylaları misal göstərmək olar. Bəzən deyir denudasyon düzənliklərdə şahid dağlar da formalaşır. Belə şahid dağlar əsasən biz buna Şimali Afrikadakı Əhəqqar, Tibesti, Darfur platolarını göstərə bilərik. Belə platolar üzərində şahid dağlar yaranır. İndi o şahid dağlara nəzər salaq. Baxın, bu formalı qəribə quruluşlu relyef formalardır. Bunlar şahid dağlar adlanır. Bu şahid dağlar əsasən quraq ərazilərdə, səhralıq bölgələrdə küləyin təsiri ilə yaranmış relyef formalardır. Diqqət etsəniz görəcəksiniz ki, külək bunun müəyyən hissələrini aşınıb parçalandırıb və onun kristallik bünövrəsi demək olar ki, aşınıb parçalanmayıb və bu formalı relyef formaları yaranmışdır. Akkumulyasiya düzənlikləri isə əsasən yer qabığının çökən sahələrində süxurların toplanması və səthin hamarlaşması nəticəsində yaranır. Akkumulyativ düzənliklər ovalıqlara uyğun gəlir. Belə düzənliklər eroziya, buzlaq, çay, dəniz mənşəli ola bilər. Demək olar ki, bütün yaylalar və yüksəkliklər denudasyon düzənliklərdir. Bütün ovalıqlar isə əsasən akkumulyativ mənşəli düzənliklərdir. Burada bir neçə qeydi diqqətinizə çatdıraq. Çayların süxurları gətirib toplaması nəticəsində yaranan düzənliklərə alüvyal düzənliklər deyilir. Bunlar da akkumulyativ düzənliklərin bir növüdür. Alüvyal düzənliklər əsasən, diqqət edək burada, baxın, çayların süxurları gətirib toplaması nəticəsində belə çay ərazilərində çayların əsasən mənsəbinə yaxın və bəzi ərazilərində formalaşan düzənliklərə alüvyal düzənliklər deyilir. Bundan başqa müvəqqəti axınların, yəni sellərin çöküntüləri nəticəsində yaranmış düzənliklər isə prolüvial düzənliklər deyilir. Həmçinin belə dəniz dalğalarının fəaliyyəti nəticəsində yaranmış düzənliklər isə abrazyon düzənliklər deyilir. Bundan başqa həmçinin də buzlaqlarında düzənlikləri yaratmaqda rolu var. Geosinkrada yerləşən düzənliklər əsasən bunlardır: Tibet, İran, Qarabağ, Anadolu, Meksika yaylaları, Kür-Araz, Kolxida və Padan ovalıqları. Kür-Araz Azərbaycanda, Kolxida Gürcüstanda, Padan ovalığı isə İtaliya ərazisində yerləşir və həmçinin də səthi hamar olan yaylalar, platolar adlanır. Mütləq hündürlüyünə görə düzənliklər əsasən 3 qrupa bölünür. Ovalıqlar, yəni hündürlüyü 200 metrə qədər olan sahələr yer kürəsində ovalıq adlanır. Hündürlüyü 200 metr ilə 500 metr arasında dəyişən ərazilər yüksəklik adlanır. Hündürlüyü 500 metrdən yüksək olan ərazilər isə yayla adlanır. Dünyanın ən hündür yaylası Tibet dağlıq yaylasıdır. İndi biz əvvəlcə burada geosignalda yerləşən ovalıqları göstərək. Burada Gürcüstan ərazisində Kolxida ovalığı, bu xəritədə bu hissədə düşməyib. Azərbaycan ərazisində Kür-Araz ovalığı, həmçinin İtaliya ərazisində Padan ovalığı geosignalda yerləşən ovalıqlardandır. Bundan başqa geosignalda yerləşən yaylalara Anadolu yaylasını misal göstərmək olar. Sonra Tibet yaylası geosignal qurşaqda yerləşir. İran dağlıq yaylası geosignal qurşaqda yerləşir. Burada bayaq göstərmədik. Kür-Araz ovalığı Azərbaycanda geosignalda yerləşən ovalıqdır. Bundan başqa Azərbaycanda Lənkəran ovalıqları və digər ovalıqlarda demək olar geosignalda yerləşir. Çünki Azərbaycan ərazisi bütövlükdə geosignal qurşaqda yerləşir. Burada isə Meksika yaylasını misal göstərmək olar ki, bu da geosignalda yerləşən yaylalara misaldır. İndi digər ovalıqlara və yaylalara diqqət edək.
Şərqi Avropa düzənliyi. Şərqi Avropa düzənliyinin üzərində də yüksəkliklər və demək olar ki, əsasən yüksəkliklər yerləşir. Almaniya Polşa ovalığıdır. Avropada demək olar böyük bir ovalıqdır. Burada Dunay çayı ətrafında Orta Dunay ovalığı, Aşağı Dunay ovalığı. Bunlar da bəzi mənbələrdə geosinkronal ovalıqlara misal olaraq göstərilir. Həmçinin Meseta yaylası İspaniya ərazisində yerləşir. Sonra Asiyada əsasən Rusiya ərazisində Orta Sibir yaylası denudasyon mənşəli düzənlikdir. Qərbi Sibir ovalığı isə akkumulyativ mənşəli düzənliklərə misal göstərmək olar. Həmçinin burada Çin ərazisində Böyük Çin düzənliyi, akkumulyativ mənşəli Hind-Qanq ovalığı, Hindistanın mərkəzində demək olar Dekan ovalığı və burada məşhur qədim sivilizasiya mərkəzlərindən olan iki çay arası, yəni Mesopotamiya ovalığı, Dəlcə və Fərat çayları arasında, həmçinin Mərkəzi Asiyada Turan ovalığını misal göstərmək olar. Anadolu yaylası, Azərbaycanda Kür-Araz ovalığı və sair. Həmçinin burada Ərəbistan yaylası, yəni bu yaylaların filan üzərində səhralar mövcuddur. Nəfud səhrası, Rubəlxali səhrası, həmçinin Qobi səhrası da Qobi yaylası üzərində yerləşir. Burada isə mərkəzi hissədə Təkləməkan səhrası mövcuddur. Sonra Afrikaya baxaq. Afrikada bayaq dediyimiz Şahid dağlar mövcuddur. Tibesti, Əxəqqar və Darfur platoları əsasən Şimali Afrikada Böyük Səhra üzərində yerləşir. Afrikanın şərq hissəsində Böyük Çat üzərində burada Şərqi Afrika yaylası, həmçinin Efiopiya yaylası burada yerləşir. Afrikanın ən hündür nöqtəsi olan Kilimanjaro vulkanı 5895 metrdə Şərqi Afrika yaylası üzərində yerləşir. Materikin cənubunda Kalahari səhrası və okean sahilində yenə də Namib səhrası yerləşir. Şimali Amerikada əsasən yaylalara misal olaraq Böyük Hövzə, Colorado platosu və Meksika yaylasını misal göstərə bilərik. Bunlardan qeyd elədik ki, Meksika yaylası geosinkronalda yerləşən yayladır. Bundan başqa okean və Körfəz sahillərində Meksika sahili ovalıq, Atlantik sahili ovalıq və həmçinin burada böyük düzənliklər yerləşir. Böyük düzənliklər demək olar ki, dağlıqdan düzənliyə qovuşan hissədə yerləşir. Həmçinin materikin şərq hissəsində yerləşməsinə baxmayaraq, mərkəzi düzənliklər, bu hissədə yerləşən düzənliklər mərkəzi düzənliklər adlanır. Şimalda Labrador yarımadasında Lavrenti platosu yerləşir. Cənubi Amerikada isə əsasən materikin qərb hissəsi dağlıq, şərq hissəsi düzənliklərdən ibarətdir. Əvvəlcə düzənliklərə baxaq. Şimal hissəsində əsasən Orinoco çayının yaratdığı Orinoco ovalığı, həmçinin Amazon ovalığı, cənubda isə nisbətən cənub-şərqində isə La Plata ovalığı yerləşir. Bundan başqa həmçinin Qviana yaylası mövcuddur və Braziliya yaylası mövcuddur. Braziliya yaylası üzərində yenə də Şahid dağlara bənzər bir relyef forması var. Buna Kəlləqənd relyef forması deyilir. Bu Braziliya üçün xarakterikdir. Həmçinin Venesuela ərazisində Qviana yaylasında Tepuilər və yaxud da Masavari dağlar deyilən xüsusi bir relyef forması da mövcuddur. Materikin əsasən cənub qurtaracağında Patagoniya deyilən bir ərazidə mövcuddur. Və Avstraliya materikinə baxaq. Avstraliya materikində əsasən bu hissədə qeyd olunmayıb. Burada Barkli platosu yerləşir. Əsasən biz dedik ki, platolar üzəri hamar olan yaylalardır. Amma Barkli platosu istisna təşkil edir. Barkli platosu burada yüksəklikdir. Burada yerləşir. Həmçinin materikin qərb hissəsində Qərbi Avstraliya yaylası yerləşir bu hissələrdə. Bunlar üzərində isə məlum məsələdir, səhralar yerləşir. Çünki Avstraliya dünyanın ən quraq materikidir. Hibson səhrası, Viktoriya səhrası, Böyük Qumlu səhra, Simpson səhrası kimi səhralar yerləşir. Həmçinin burada Nallarbor ovalığı və yaxud da düzənliyi yerləşir və Murray hövzəsi və Böyük Arteziyan hövzəsi burada yerləşir. Düzənliklərə həsr etdiyimiz dərsimiz yekunlaşdı. Gələn dərslərdə görüşərik. Hələlik.